Gününüz xeyirli olsun, əziz izləyicilər. Bura Amerikanın Nebraska ştatı Lincoln şəhərində avtomobil bir sərgisi var idi. Gözəl bir sərgi idi. Mən də avtomobillərə yaxınlaşdım və avtomobillər haqqında istədim bir məlumat verim, amma o qədər də avtomobillərdən anlayışım yoxdur. Bu gözəl maşın mənə bir filmi xatırladır. Inspektor Gadget. Bilmirəm, kimlərsə baxıb, köhnə bir filmdir. 90-cı illərdə çəkilmiş bir film. Orada özüm bir şəklini çəkdirirəm ki, tarixə düşsün. Bu da deyəsən səhv eləmirəmsə Chevrolet'dir. Adını bilənlər rəylərdə yazsın. Mən adını o qədər də bilmirəm maşınlar haqqında, deyirəm ki, yəni təcrübəm yoxdur o qədər də. Amma çox gözəl təmizlənib içərisi, hər şey təmizlənib, bir toz da belə yoxdur. Bax, bu maşının isə demək olar ki, bütün hissələri xromlanıb. Əgər buna baxanlar varsa, zəhmət olmasa maşınların modelləri haqqında da bu rəylərdə yazsınlar. Amma köhnə maşınlardır. Bəzi maşınlar burada satılır, bəziləri isə həvəskar olduqları üçün gətiriblər göstərməyə. Yəni, mən biraz bura gecikdim. Həddindən artıq burada çox maşın olub. Haradasa bir 300-ə yaxın maşın olmuşdu burada. Bu da ki, qarı zimbalaya oxşur. Bizdə belə bir maşın var idi. Chevrolet olmalıdır. Bu da Chevrolet'dir, səhv eləmirəmsə. Bu məşən bir maşındır. Elə bil ki, serinin vaxtında Çaykaya oxşur. Bu da elə bir həmin modeldir. Bu üstü açıq formada da əvvəlki şəkildə də gördüyünüz bir şəkildə çəkdirmişdim bununla. 60 mayl gedib. Mayldakı səhv eləmirəmsə 100 min kilometrdir. 60 min mayl gedib. Corvettadır bu, səhv eləmirəmsə. Bu da Corvetta maşınıdır. Chevrolet. Burada köhnə Fordlar da var. Bu balaca bir maşın, kuzası yoxdur. Elə bil ki, əməliyyatdan təzə çıxıb, çox yük qaldırmaq olmaz bu maşını. O belə bir maşındır. Bu da bir film, hansısa bir filmdə var ki, belə bir maşın bəlkə görmüşsünüz. Maşınların əksəriyyəti köhnə maşınlardır. Burada demək olar ki, 20-ci illərin də maşınları vardır. Bu model də bilmirəm, rəylərdə yazılan olsun. Mən o qədər də rəylərə baxmadım. Əvvəl deyirlər ki, video çəkmək olmaz da demək ki, belə bir şey yoxdur. Olsun dedi ki, çəkmə birdən video olar. Yoxsa xromlanıb, bütün hissələri xromlanıb. Gözəl maşınlar var. Hər kəs istəsə, ancaq burada səhv eləmirəmsə, satışa da buraxırlar. Bunlar hamısı avtomobilləri satanlar. Bu da köhnə bir modeldir. Bəlkə də 40-cı ilin modelidir. Bilmirəm, Ferrari'dir, yoxsa Corvetta'dır. Hər şeyin iki. Ford Sale, qiyməti aşağıdır yəqin ki, sözün mənası belə olmalıdır. Belə bir maşın da vardı, bu da Chevrolet oxşur. Bu da Chevrolet. Chevrolet ümumiyyətlə Amerikada çox məşhur bir maşındır. Həm də ki, çoxları Chevrolet. Bu da bir qədimi bir maşındır. Bunu 20-ci illərində bunların sahibli icazə aldım və bunlarla da bir şəkil çəkdirdim.